500 qram göbələyin tacını gövdəsindən ayırdım. Həm tacının, həm də gövdəsinin qabığını soydum. Baxar suyun altında təmiz-təmiz yuduqdan sonra doğradım. Tavaya töküb, tavanın qapağı örtülü şəkildə, zəif ocaqda suyu çıxıb, daha sonra quruyana kimi bişirib götürdüm. Yumuş olduğum 400 qram toyuğun sinə ətini də incə-incə doğradım. Duzunu, istiyodunu vurub qarışdırdıqdan sonra qızmış tavaya töküb rəngi dəyişənə kimi qovurdum. Göbələkləri də toyuğun sinə ətinin üzərinə əlavə etdikdən sonra ərzaqların üzərinə 50 ml zeytun yağı da əlavə edib hər iki ərzaq tam bişənə kimi ağzı örtülü şəkildə bişirdim. Daha sonra geniş qaba tökdüm. Ərzaqlar soyuyana kimi 2 yaşıl xiyarın tumunu təmizləyib yarım halqa şəklində doğradım. Bir ədəd turşu xiyarın tumunu da təmizləyib yarım halqa şəklində doğradım. Doğramış olduğum xiyarları ərzaqların üzərinə əlavə etdim. 120 qram mayonez də əlavə etdikdən sonra qarışdırdım. Nal şəkli verməyə çalışdım. Üzərini doğramış olduğum zeytun halqaları ilə bəzədim. İnanıram ki, siz daha gözəl bəzəyəcəksiniz. Əsas odur, çox dadlı salat alındı.